Belə bu aya qovuşduq və həmçində artıq 5 gün orucdan belə tutduq. Görürsünüz, necə də yəni günlər tez-tez gedir. Çünki bunlar bir sayılmış günlərdir. Yəni, necə ki, qeyd eləmişdik bundan qabaq da, yəni tez bir vaxtda keçib gedəcəkdir. Necə ki, bizim ömrümüz elə. Yəni, sayılmış günlərdir, sayılmış nəfəslərdir, verilibdir bizə. Ona görə nə xoş o insanın halına ki, bu mübarək günlərdən gözəl şəkildə səmərəli istifadə eləsin. Yəni, əgər səmərəli istifadə eləməzsə bu günlərdən, sözsüz ki, sonra o peşman olacaqdır. Sonraki peşmansılıqda heç bir fayda verməyəcəkdir. İnsan nə eləməlidir? Yəni, yuxusunda necə deyək, haram qatmalıdır, yəni az yatmalıdır. Onun isə əlhəmdə yemirik və xüsusən iftarda az yeməlisən ki, gecə namazdan rahat dura biləsən. Sonra gündüzlər misal üçün çalışmalısan ki, daha belə az yatasan. Yatsan da belə az bir müddət zöhrdən sonra və yaxud zöhrdən qabaq, əgər işdən gücdən alınırsa. Yəni, çalışmaq lazım ki, bu dəyərli dəqiqələri, dəyərli vaxtı, dəyərli günləri səmərəli keçirməyə. Çünki bu günlər yəni, çox bir əzəmətli günlərdir. Yəni, bunun sayı hesabı yoxdur. Necə ki, bilirsiniz, Allah subhanahu wa ta'ala başqa ibadətlər vurulur bir neçə qata. Yəni, ondan 700 kimi. Amma bu ibadət vurulmur. Bunun əcrini, bunun savabını Rəbbimiz özü verəcək. Yəni, sayı hesabı yoxdur bunun. Yəni, sən bilirsənsə ki, sayı hesabı yoxdur sənin bugünkü gün elədiyin əməlləri. Necə sən ona tənbəl elə bilərsən? Axı, sənin mövsümundur. Müminin, müsəlmanın mövsümüdür bu. Baxın, görün, tacirlər. Bir mövsümləri var. Hər tacirin bir özün mövsümü. O mövsümdə hətta bir gündüz yatmırlar sanki. Düzdürmü? Niyə görə? Ki, yəni, dünyadan nəsə əldə eləmək üçün. Və necə ola bilər ki, bizə rahatçılıqdan yuxu geçsin, rahatçılıqdan yataq, rahatçılıqdan ancaq dünya ilə məşğul olaq, bizim mövsumumuz o olar. Bu, o dünyadan daha da qat-qat üstündür. Ona görə birinci öz nəfsimi, sonra birincisi yanıma çağıram ki, sözsüz ki, təqvalı olmağa, Allah qorxusu və həmçində ki, bu ayı səmərəli keçirməyə. Heləm gec deyil, yəni 5 gün keçir. Amma bir də görəcəksiniz ki, 25-cidir və yaxud axırıncı gündür artıq. Orucun, tusuz. Ona görə indi bugünkü günləri, bugünə kimi yəni boşluqlar vermişsinizsə, əlhəmdə indi heləm gec deyil. Yəni ki, bugünkü gündən sonraki günlərə boşluq verməyin.